acayip dildir, heç başa düşmürəm. Getmə tərcüməsini çağır. Gözlə gəlirəm. Buyur, bir tərcüməni görmək. Fransa'dan Misi Jordan yazır ki, Frangistan'dan bura gəlir. Xoş gəlir, səfa gətirir. Gəlsin. Ay qız, Şəhrabanı, qonaq gəlir. Buraları düzəlt. Kim gəlir ki bəyəm? Monsieur Jordan. Vay evimizi sodur. Ay kız Gülçehre, şerefsizler gelin buraya. Ay ana geldiler. Boy tez gel görüm şerefsizse gel görek. Monsieur Jordan, xoş gəlmisiniz. Bonjour. Ben bakıyorum. Fransızca bonjour. Bonjour. Ay kızım ne oldu niye ağlıyorsun axı? Ben bilirəm ya. Ay kız sen tiket aramda göründü. Ay kızım ne oldu anan sağ atan sağ sen niye böyle ağlıyorsun? Adaklım da yanımda. Adaklım kimdir? Nasıl yani kimdir? Bir iki güne tanrı olacak valla. Şahbazdır da. Şahbaz gidir səfərə. Kimle? Qonağım Monsieur Jordan'la. Oy Allah hara gedir? Ya Paris'e ya Frangistan'a. Niye gedir ki ay kızım? Ya Frank dilini öyrənməyə güya. Ama Niye gedir? göstərmedi sənə niyə gedir? Bax buna görə gedir, sırf buna görə gözü bırakıp gedir. Oo, dedem bilse biz böyle şeylere bakırız. Bizi bilirsen niye? Çağır görüp Şahbaz'ı bir yanıma. Görün bunun bir böyü var mı yok mu? Şahbaz. O ne hanıma ne kadar verdi? Şerefliyse. Şahbaz. Bir buraya gel görüm. Şahbaz. Eşittim Paris'e, Frangistan'a gelirsen. Gedərəm də, gələrəm də. Gələndə şərəfli üçün Frenç qızlarının saçına bağladığı ləçəklərdən sovqat da gətirəm. Sən al o ləçəkləri, Frank qızlarının başlarını öp ki, buradan Qarabağdan onlar üçün havasından yerlənib uçursan. Ay bala, bəs sənin bir böyüyün, bir ata yerine koyduğun adam yoktur mu? Əlbəttə ki, əminlə məsləhətləşməmiş heç yerə gedə bilmərəm. Yaxşı, get görək ne olur. Ay kişi. Var. Şahbaz gedir. Hara gedir? Hara gedəcək? Sənin o qonağın Monsieur Jordan apar onu Frangistan'a. Niyə? Mən nə bilim niyə? Get özündən soruş. O sizlə zarafat edir. O bilib qızın ürəyi yumuşaqdır, ona görə elə deyir. Nə danışırsan sən? Hara, kim onu Gedir aparacaq? maraqlan gör uşaq oğlan gedir. Sən ciddisən? Hə? Yaxşı, indi onu çağıracaq. Bu nə işidir? Ay Allah başımıza gəldi axı. Burada niyə oturmuşsan? Monsieur Jordan'ın sənə göstərdiyi şəkilləri onsuz mən sənə göstərəcəyim. İstəyirdim ki, biləsən oradakı Frenç qızları necə geyinib keçinir, necə yaşayırlar. Hiç utanmırsan, xəcalət çəkmirsən. Orada gördükləri üçün az qalıb Paris'e uçasan. Qurban olsun sənin saçının bir telinə bütün Frenç qızları. İnanmıram mən sənə. Bütün yaşıtlarım, taytuşlarım oxuyurlar, sənət sahib olurlar. Mən qalmışam bu qamışlıqda. Şahbaz, tez ol gel. Dedem səni çağırır. Salam əmin. Salam əleykum oğlum. Mən çağırırsan, ha? Bəli, eşitmişəm bizim qonaqla gedirsən Parisə. Düz eşitmişsən əmin. Nə səbəb? Fransız dilini öyrənmək və fransız xalqının adət-ənənələrini öyrənmək üçündür. Fransız dili sənin nəyinə lazımdır? Sənə lazım olan Azərbaycan, Türk, Fars və Ərəb dili və mədəniyyətidir. Şükür Allah onları bilirsən. Bonjour. Necə belə bir sənətli oğlan fransız dilini bilmir? Nə qədər müddət çəkəcək? Onu bir il. Razıyam. Sağ ol. Şahbaz gedirsən. Görürsən bana, görürsən bir necə həvəsini getməyir Şahbaz. Ağlama balam güzeler. Ay hanımlar eşmişim bu şehrimizde tadı dermişler. Deyirlər ki onun ayına gəlmir cadı. Eli çağırır onu evə, Şahbazı bir çağırır. O da Paris'e geçmək fikrinə hər şey. Ay sənə, sən belə şeylərə inanırsan mı ağa? Yox, bu yoxdur. Ay
Şöyle bağlan, ben de eşitmişim soraqlarından. Yaxşı, geç bir soraq sal görək bu dərmişdən nə qədər. Yaxşı, elə indi geç. Ben bir köhne dervişem, cehennemden gelmişem. Ben bir köhne dervişem, cehennemden gelmişem. Zamaneni dolayı parmağıma sermişem. Zamaneni dolayı parmağıma sermişem. Ay Samet, bir buna bakın. Ben bir köhne dervişem, cehennemden Tamam, ne lazım mıydı? Bizim bir tanış var. Bu Paris'ten gelen Müseyin Jordan. Onu aparmaq istəyir xaricə, Paris'e. Ama biz istəmirik getsin. Ne edə bilərsiniz? Oy, əcəb işə düşmüşük ki. Onun üç yolu var. Ya mənim çilli toyuğumun adını Müsey Jordan qoyub başını kəsəcəyik. Ya da Paris'i partladacağıq. Üçüncü yol isə şahbasının içine cin salır. Yox. Şahbaz mənim balamdır. Ona dəyməsinlər. Qoyanı hər ikisini də. Siz o şəkillərdə görmədiniz arvadlar kişilərlə necə gəzirdi Parisdə. Elə bizim Şahbaz da ona görə getmək istəyir, doğru? Yox ana, yox. Monsieur Jordan bizim qonağımızdır. Biz qonağımızı belə edə bilmərik axı. Gəl elə Paris'i partladaq. Onda sizə Paris'i partladım dərviş ağa. Oldu, baş üstə. Bu baba dərviş nə edir? Onun öz əməlləri var, qarışma. Ya ben İlho, ya sen İlho, ya ben İlho. Sarayında olmuş. Bir turista vermişsin. Bir sənzən bir də Raul ki, quruzdan çıxmırsınız. Şey, atla nə qədər yarışırsan. Şeyin arka... Düzdür. Aşık bir de kız vermesinler. Ay kişi! Kələşmisə. Ay Şahbaz! Bir ata yerine koyduğun bir əmin var mı? Əmimlə məsləhətləşmişəm. Ver məsləhətləşmişsən, xəbər yox. Bunlar iki kardeştiler, Mehmet'le yoldaştılar. Bir də başımda, qarnımdadır dayı. Milli geyimdə futbol oynamaq lazım. Mən elə bizi bu gün yoxdur. Mən heç firmoy basketbol, futbol, hokey görmürsən. Ha, nəsə, mən Qudokanım. Əmin. Yıkılmadım, ayaktayım, dert... Şəhrabanı yox, Şəhrabanı xanım. Hoşgedem yok, hoşgedem hanım. Mama dedi mesela. Görürsen bir diyeceğim sinir gitmiyor. Müştəri var. Oradan Səmər. Ay dağlarda gezen oğlan, ay dağlarda gezen oğlan.
Az öğrendim. Benim bütün sertifikalar. Dursun. Ne durursan əmimin yanında belə? Belə de yok. Ay kaka. Millet olsun araya. Ne bu? Hadi bundan şapes. Welcome to Baku. Hava ne değil? Bonjour kim? Mbappe, Dembele. Ne bu? Sizde en performans kimlerdi burada yani? Məndə. İskəndərov sana kurban olum. Çoğun çatlasın. Sen biraz okşayısın. Şerefli sen mama saçın. Mənə. Özgür Kelbaş var. O da sizin reşovuz kimdi? Mən. Abda bu. Foto. Foto. Foto, foto. Do you want photo? Özmen meymundur. Altı yok ya burada. Tamam mı? Balık, tamam. Sağ beni. Çok benziyorsunuz ki gözlerimi sizden alamıyorum. My name is Kendall. I'm a model. Tanış evladım. Tanış. Yetimlerden Raul Tek. Raul Çiçek. Öləfənlərin çox olsun. Bizim qonağımız Musa Jordanla Paris'e gedirsən. Bizə işləsən. Sənin başın qalxır. Şefkat Necilla. Şükrəliyə ben. Bizim qonağımız Musa Jordan. Siz hepiniz eşitsiniz. Bonjour, bonjour, bonjour. Öyle bir baktı yüzüme gider. Elmir, nece olabilir mi bu? Çünki biz Asya'da yaşıyoruz.